Getdikcə xərçəngin sayı artır və məsələ ondadır ki, bugün dünyada onkoloji xəstəliklərin müalicəsində iki yanaşma mövcuddur. Rəsmi yanaşma və doğru yanaşma. Rəsmi yanaşmada elmi fikir, elmi paradigma ondan ibarətdir ki, şişlə maraqlanırlar və onu hər hansı bir yolla kəsmək, zəhərləmək ya yandırmaq, ona görə də cərrahiyyə kimya şua istifadə olunur. Doğru onkologiyada bu son 100 ildə 500-dən çox üsullar var. Amma onları rəsmi protokollara salınmasını əngəlləyirlər. Kim əngəlləyir? Artıq bu haqda biz bir ildən artıqdır ki, bunun söhbətini eləyirik. Qısa desək, beynəlxalq imperialistlər və onların yerli tulaları. Və sizin o sualınıza qısa cavab ondan ibarətdir ki, niyə getdikcə xərçəngin sayı artır və ölüm artır? Çünki hamı bundan maraqlıdır. Maraqlar var. Heç kəsin marağı yoxdur bunun qarşısını almaqda. Heç kəsin marağı yoxdur xərçənglə mübarizə aparmaqda. Hər kəsin marağı var xərçəngdən qazanmaqda. Bilirsiniz, tibb sahəsində siyasətə səhiyyə deyilir. Sovet səhiyyəsi başqa cür prinsiplərlə formalaşırdı, kapitalist başqa cürdür. Kapitalizmdə əsas qazançdır, puldur. Ona görə də bütün tədbirlər, ələxüsusda onkoloji məsələlərlə bağlı, bunlar siyasətdir. 3 siyasi xəstəliklər var. Onkoloji xəstəliklər, ürək-damar xəstəlikləri və şəkər xəstəlikləri.